44 gün vətən müharibəsində şəxsən mən cənazələri dəfn edirdim, namaz qılırdım onlara. Heç yadımdan çıxmaz. Heç yadımdan çıxmaz. Bir şəhid anası mənə yaxınlaşdı. Onun əllərini öpürəm. Onların ruhunun qarşısında, şəhidlərimizin ruhlarının qarşısında baş əyirəm. Ana mənə yaxınlaşdı, dedim, mən istəyirəm oğlumu görəm. Dedim, anacan, qusul verilir, narahat olma. Dedi, yox, mən başqa bir şey eləmirəm ki, mən ağıllı bir anayam. Mən heç bir, məndə aqresiya yoxdur. Oğlumu görmək istəyirəm, mən o icazəni vermirsiniz, dedim, verirəm. Salavat. Allahümme oğlunun kəfəndən üzünü açdı və yanaqlarını öpdü. Dedi, oğul, südümü sənə halal edirəm. Oğul, südümü sənə halal edirəm. 3 dəfə bunu deyəndən sonra və ana çəkildi kənara. Dedim, ana nə hadisə baş verib, məni də təəccübləndirir. Dedim, mən oğlum uşaq olanda, beşikdə onu yürüyəndə deyirdim ki, laylay çalın. Dedim, oğul, Allah sənin axırını xeyir eləsin. O qazi də sonra mənə danışdı. Dedi, həmin günü oğlan oruc idi. Onu snaperlə ermənilər, Allah lənət eləsin ermənilərə, snaperlə vururlar. Deyir, mənim qucağımdaydı, mən əlimi saldım, deyir, tutdum onun alnının yarasını, deyir, bağlayanda. Deyir, baxdı göyə, belə baxır, belə göylərə, gülür. Deyir, dedim ki, nə olub? Dedi, anama deyəsən ki, Allah mənim axırımı xeyirli elədi. Allah mənim axırımı xeyirli elədi. Deyir, bir də baxdı göyə, deyir, dostuna dedi, Firuz idi dostu, qazi dedi, Firuz, mən gördüyümü sən görsən, Peyğəmbər gəlib, Həsrət Əli gəlib, İmam Hüseyin gəlib məni qarşılamağa cəmdə tapar.